Amma salavat deyərkən nəyi deyir alimlər? Nəyə diqqət etmək lazımdır? Yəni, bir var ki, insan zikr edir, Allahumma salli və səllim alə nəbiyyə Muhammed. Yox, tələsmə. Yavaş-yavaş. Allahumma salli və səllim alə nəbiyyə Muhammed. Sallallahu aleyhi və səlləm. Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Hansı formasını istəyirsənsə, fərqi yoxdur. Ən qısa forması nədir? Sallallahu aleyhi və səlləm. Yəni, bunu deyərkən nəyi düşünməliysən? Quru-quru demək yox. Yəni, birinci düşün ki, sən bunu bir dəfə deyəndə Uca Allah Teala sənə 10 dəfə xeyir dua edir. Üstəlik, mələklər sənin üçün xeyir dua edirlər. Üstəlik, baxın, hədisdə gəlir Cəbrail əleyhissalam. Cəbrail əleyhissalam mələklərin şahıdır. Mələklər yanında hörməti var. Deyir ki, ey Məhəmməd, İzən sallə əhədən min ümmətikə, ümmətindən kim sənə salavat deyərsə, mən də ona salavat deyərəm. Subhanallah. Və bu şərəfdir. Peyğəmbərimiz sallallahu bir gün o qədər sevinir ki, səcdədə uzun qalır. Abdurrahman ibn Avf deyir ki, radiyallahu anhu, gəlir Peyğəmbərimiz səcdə alında görəndə uzun qalır, elə zənn etdim ki, Uca Allah Teala canını alıb səcdədə. Yəni, soruşur, gələndən, Rasulullah. Peyğəmbərimiz sallallahu görəndə ki, yəni eşidir, kimsə həyəcanlanır, nə oldu deyə. Qaldır, deyir ki, ey Abdurrahman, nə olub? Nə olub? Deyir ki, ey Allah, elə bildim ki, deyir, səcdədə canını alıb. Deyir ki, ey Abdurrahman deyir, mənə deyir, müjdə gəldi, deyir. Bax, sevinir Peyğəmbərimiz sallallahu. Deyir, nə müjdədir? Peyğəmbər, bax, buna görə sevinir ki, bu ancaq Rasulullahın ümmətinə verilib. Baxın, əvvəlki ümmətlərdə olmuyor. Peyğəmbərimiz sallallahu hər zaman kimi fikirləş ümmətini? Deyir ki, Allah təala müjdələdi ki, ümmətindən kim sənə bir dəfə salavat deyərsə, ona 10 dəfə xeyir dua edərəm, salavat edərəm. Buna görə sevinir Rasulullah sallallahu aleyhi ve sellem. Ki bu şərəfi, bu dəyəri Uca Allah mənim ümmətimə verdi. La ilahe, ümməti isə çox az deyir. Ümmətimə verdi, buna görə sevinir Rasulullah sallallahu aleyhi ve sellem. O qədər elə sevinmişdi ki, deyir, üzü parlayırdı sevincdən. Hətta deyir ki, ey Allah Rasulü görənlər, ya Rasulullah, bugün sənə nə olub? Onsuz da üzü nurlu, Rasulullah görən deyərdi ki, günəş onun üzünün ətrafında fırlanır. Subhanallah. O qədər nurlu. Yəni, belə bir nurlu insan deyir ki, ya Rasulullah, nə olub sənə? Çox sevincli görürük səni. Yəni, digər günlərdən fərqlidir. Bu sevinç nədir, ya Rasulullah? Deyir ki, bax, bununla müjdələr. Buna görə sevinir, bizlərə görə, ümmətinə görə. Subhanallah. Görün, necə insan olur ki, ümmetini fikirləşir. Xəstə olur, deyir, ümmətim. Ac olur, deyir, ümmətim. Çətin anda ümmətim. La ilahe illallah. Bir gün Ayşə anamıza dua edir. Allahım, sən de Ayşənin bütün günahlarını bağışla. Ayşə anamız sevinir. Deyir, sevindin mi? Deyir, hə. Deyir, mən bu duanı bütün ümmətim üçün edirəm. Yəni, təkcə sənin üçün deyil. Bizlər üçün dua eləyir, bizi görmən. Nə deyib? Allah mənim ümmətimin günahlarını bağışla. Subhanallah. Gönücü insan olub. Sallallahu aleyhi və səlləm. Və deyir ki, o qədər nurlu idi ki, o qədər pak idi ki, o qədər gözəl idi ki, sevinci idi ki, ya Rasulullah, nə olur? Deyir ki, Allah'tan müjdələdi ki, kim sənin ümmətindən sənə bir dəfə salavat deyərsə, 10 dəfə ona xeyir dua edirəm. Bax, buna görə sevinib. Sallallahu aleyhi və səlləm. Subhanallah.